Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda işləyən pensiyaçıların sayı açıqlandı. Pensiya alanlar üçün vacib məqamlar Azərbaycanda əmək pensiyası alan və eyni zamanda işləməyə davam edən vətəndaşların sayı ilə bağlı yeni statistika açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən 2026-cı ilin aprel ayına olan göstəricilərə görə ölkədə pensiya alan və işləyən şəxslərin sayı 152.352 nəfər təşkil edib. Rəsmi statistikaya əsasən həmin şəxslərin 105.020 nəfəri yaşa görə əmək pensiyası alan vətəndaşlardır. Bundan əlavə 41.667 nəfər əlilliyə görə pensiya alır. Ailə başçısını itirməyə görə pensiya alan və işləməyə davam edən şəxslərin sayı isə 5005 nəfərdir. Statistika göstərir ki, Azərbaycanda minlərlə pensiyaçı əmək fəaliyyətini davam etdirir və əmək bazarında fəal iştirak edir. Bəs pensiya alan şəxsin işləməsi onun pensiyasına necə təsir edir? Pensiya azalır mı, yoxsa artar? Mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən pensiya alan şəxsin işləməsi onun pensiyasının kəsilməsinə və ya azalmasına səbəb olmur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq yaşa görə əmək pensiyası alan şəxslər işləməyə davam etdikdə onların pensiyası tam məbləğdə ödənilir. Yəni vətəndaş həm əmək haqqı alır, həm də pensiyasını tam şəkildə əldə edir. Eyni qayda əlilliyə görə əmək pensiyası alan şəxslərə də şamil edilir. Əlilliyə görə pensiya alan və işləyən vətəndaşların pensiyaları da tam məbləğdə ödənilir və burada hər hansı məhdudiyyət tətbiq edilmir. Ailə başçısını itirməyə görə pensiya alan şəxslər üçün də vəziyyət eynidir. Onlar işlədikləri halda belə pensiyalarını tam şəkildə almaqda davam edirlər. Lakin bəzi xüsusi kateqoriyalar üçün fərqli qaydalar mövcuddur. Dövlət qulluqçuları, hərbi qulluqçular və qulluq stajına görə əlavə ödəniş alan bəzi şəxslər öz vəzifələrində çalışmağa davam etdikləri zaman həmin əlavələrin yalnız 50% ödənilir. Bununla belə əsas pensiya hüquqları qorunub saxlanılır. Ekspertin sözlərinə görə işləyən pensiyaçılar üçün ən vacib üstünlüklərdən biri onların sosial sığorta haqlarının ödənilməyə davam etməsidir. İşləyən pensiyaçının əmək haqqısından tutulmuş məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabında toplanır və gələcəkdə pensiya məbləğinin yenidən hesablanmasına təsir göstərir. O deməkdir ki, pensiya alan şəxs işlədiyi müddətdə həm gəlir əldə edir, həm də gələcəkdə daha yüksək pensiya almaq imkanını qoruyur. Onun işlədiyi dövr rəsmi şəkildə sığorta stajına daxil edilir və həmin müddət ərzində bütün əmək hüquqları qüvvədə qalır. İşləyən pensiyaçılar digər işçilər kimi əmək məzuniyyəti hüququndan istifadə edə, xəstəlik vərəqəsi ala və əmək qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlardan yararlana bilirlər. Mütəxəssislərin fikrincə, işləyən pensiyaçılar üçün ən mühüm məqamlardan biri pensiya kapitalının artmasıdır. Çünki ödənilən sosial sığorta haqları fərdi hesabda toplanır və nəticədə pensiya məbləğinin artırılması üçün əlavə əsas yaranır. Qanunvericiliyə uyğun olaraq işləyən pensiyaçıların pensiyası müəyyən dövrlərdə yenidən hesablanır. Bu zaman onların işlədiyi müddətdə topladığı sığorta kapitalı nəzərə alınır və pensiya məbləğində artım baş verə bilər. Həmçinin vətəndaş əmək fəaliyyətini başa vurduqdan sonra da onun pensiyası yenidən hesablanaraq artırıla bilər. Beləliklə, Azərbaycanda pensiya almaq işləməyə mane olmur. Əksinə, işləyən pensiyaçılar həm pensiyalarını tam şəkildə almağa davam edir, həm əmək haqqı əldə edir, həm də gələcəkdə daha yüksək pensiya almaq üçün əlavə imkan qazanırlar. Mütəxəssislər hesab edirlər ki, bu mexanizm həm vətəndaşların sosial rifahının yüksəlməsinə, həm də onların əmək bazarında daha fəal iştirak etməsinə şərait yaradır. Pensiya ilə bağlı yeniliklər, sosial ödənişlər və ölkədə həyata keçirilən sosial islahatlarla bağlı ən son məlumatları izləmək üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın.